Qardaşlar, mənim arzu niyyətim olub. Oğlumun da mənlə bahəm arzu niyyətləri olub ki, o sağ-salamat gedib. Hərbi xidmətin başa vursun, gəlsin. 2016-cı ilin aprel döyüşlərində bizim küçəmizdə, yəni əziz qardaşımız, əziz nətər dərlər, anamızın balası, Cavari anamızın balası, evladı Dilsuz Qarayev 2016-cı il aprel döyüşlərində şəhid oldu. Allah o şəhidimizə rəhmət eləsin. Cəmi şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə də şəfa versin. Bizim də arzumuz oldu ki, sağ-salamat hərbi xidmətin başa vursun, gəlsin. Gedək Cəvahir anamızı ziyarət eləyək. Sağ gedib, salamat gəlibdi. Allah atasına, anasına doyuncaq versin. Şükür ki, atasının, anasının üstüne sağ-salamat qayıtdı. Allah bax, körpələrimizin, Allah bir də müharibə göstərməsin. Bunlar da hamısı sağ getsin, salamat qayıtsın. Əskərlərimizin hamısını Allah qorusun özü. Yəni, zabitlərimiz, generallarımız Allah qorusun. Əskərlərimiz Allah qorusun. Prezidentimiz çox sağ olsun. Allah sizin də köməyiniz olsun, başınıza dönün. Şəhidlərin hamısına Dilsuzun anası qurban. Çox sağ olun, hörmətiniz artıq olsun. Siz ki, belə gəlirsiniz, o da böyük köməklikdir. Əskəriyə getməmişdən qabaq əhdim idi ki, əskəriyə gedim, gəlim Cəvahir ananı ziyarət edeyim. Bugünkü gündə də əskəriyə getdim, qayıtdım, gəldim Cəvahir ananın yanına. 2016-cı ildə aprel döyüşlərində şəhid olmuş Dilsuz Qarayev bizim küçədə böyüyübdür. Allah ona rəhmət eləsin. Allah sizə də baş sağlığı versin, səbir versin ana. Valideynlərin də əhdi idi ki, gedəm əskəriyə qaydam gələm sizi ziyarət eləyəm. Çox sağ olun, sizə qurban olun. Allah hamımızın köməyi. Bizim qardaşımız əskəriyə gedəndə də gələ bilərdi bura. Sadəcə olaraq yığıncaq eləmədi, bəzi səbəblərə görə. Yığıncaq olmadı, özünün də arzusu oldu, atasının da, valideynlərin də arzusu oldu ki, əskərdən gələndən sonra gəlib Cəvahir ananı ziyarət eləyək. Və mən də inanıram ki, bizim digər əskərə getmək yığıncaqlarımız olur və ya da toy olur, nişan olur. Yəni ki, mən hər kəsə arzu eləyirəm ki, belə xeyir işlər də biz bu günlərim gəlib şəhid valideynləri ziyarət edəcək, daha da gözəl olar. Dilsuzda yanvarın 4-də yola saldıq ana. Keçən yanvarın 4-də, bu günlərində yanvarın 28-idir. Dilsuzu burada öz əlimizlə yola salmışıq əskərliyə. Nətər deyim, bugünkü gündə Dilsuz kimi oğlanlar bizim vətənimiz üçün canını fəda verdi ki, biz rahat yaşayaq. Bu günlərin biz Dilsuzlara borcluyuq. Ona görə də toylarda, nişanlarda, əskərə getmədə, xeyir işlərdə gəlib şəhid ailələri ziyarət eləsək, daha da gözəl olar. Mən də inanıram ki, hər kəs gəlib ziyarət eləyək. Dilsuz bu günlərim bizim üçün milli qəhrəmandır. Bizim kəndin 2 dənə milli qəhrəmanı var. Etibar İsmailov, Dilsuz Qarayev. Yəni bu günlərimdə nətər deyim, səni gəldi ki, ziyarət eləyək. Az da olsa sənin ürəyi aşmaq istədik. Çox sağ ol ana, sənin də belə əllərdən öpürük. Sən bizim başımızın tacısan. Hər zamanda şəhid... Hamımız balamsınız.
İnşallah. Allah bir Çox sağ ol, daha başına Dilşad Qarayevə dönüm. rəhmət eləsin. Allah, Sizə də səbir versin. Allah hamımızın köməyiniz olsun. Allah hamımızın başına zuc eyləsin. Anam hər səfər ad günündə, yəni Dilsuz qardaşımız, yəni hər səfər bu tort kəsib anaya yetişdirir. Hə, Nə ana nə bilim, kəş o Allah günlər bir daha da olaydı. sağ səbir versin. Kəş bala, Dilsuz elə qələbəni görəydi. Bax, bugünkü Görəydi, günü hə. görəydi. Çox arzusundaydı. Kardeşler, qohumlar. Mən ilk öncə Salman İlkin adından, Elşən adından hər birinizi salamlayıram, hər birinizə xoş gəlmisiniz deyirəm. Allah hamımızdan razı olsun. Bugün gözəl bir gündəyik. Bizim gözəl balamız hərbi xidmətin başa vurub, əsir kişi kimi layiqincə xidmətin yerinə yetirib və öz doğma evinə, ocağına dönüb və belə gözəl gündə də Elşən qardaşım gözəl ziyafət təşkil edib öz balasının şərəfinə. Allah bütün bağlarımızı qorusun, bütün bağlarımız sağ-salamat qalib gəlsinlər atalarının, anlarının yanına. Dəyərli qardaşlar, mən istəyirəm məclisimizin başlanğıcında Azərbaycanımızın ərazi bütövlüyü uğrunda öz canından, qanından keçən, bizə xoşbəxt həyatı bəxş edən əziz şəhidlərimizin əziz xatirələrin ayaq üstə bir dəqiqə sükutla yad edək. Allah cəmi şəhidlərimizə gəlgəndə rəhmət eləsin. Allah Teala bütün qazilərimizə şəfa versin. Allah Teala elimizə, obamıza, millətimizə, muğruna gülməyə qismət eləməsin. Və Emir balamız hərbi xidmətə gedəndə bir əhd eləmişdi ki, mən ilk öncə evimizə dönəndə Dilsuz Qarayevin, şəhidimiz Dilsuz Qarayevin anası Cəvahir xananı gedib ziyarət edəcəm. Və o gün bu ziyarət baş tutdu. Emir getdi, şəhid anasını ziyarət elədi. Onunla görüşdü və gəldi bizə eşiyimizə. Allah bütün şəhidlərinə səbr versin. Allah Dilsuz başda olmaq şərti ilə bütün şəhidlərimizə yenə deyirəm, yarı rəhmət eləsin.